Salam, hər vaxtınız xeyir. Bugün sizə Masazır qəsəbəsində çox gözəl yerdə belə bir 5 sotun içində Kopcalı ev çəkib göstərirəm. Evimiz 1 mərtəbəli, 4 otaqlı, 3 sanitar qovşağından ibarət. Biri həyətindədir. Burada parnoyu var, saunası var. Orada basenisi var. Evin içində, bayırda, bir də otaqların özündə. Hər bir meyvə ağaçları da var. Belə bir 5 sotun içindədir. Elə buradan həyətdən başlayayım. İtburnu ağacından tutmuş varıdır. Bu evimizin həyətindəki sanitar qovşağıdır. Sadəcə qapı açıq qalıb, uzun müddət toz basıb içərisində, yaşayış yoxdur. Bu birinci həyətdəkiləri çəkim göstərim sizə. Burada yerləşir basenimiz. Basenin üstdən balkondan, manqalının yanından bir də mətbəxin qapısıdır. Bax, oradan mətbəxdən də çıxmaq olur. Orada manqal indi göstərəcəm, indi bir-bir. Bura həyətimizin deməli həm saunası var, həm də burada geyinib soyunma otağıdır. Biraz səliqəsizlik var, amma təmirlidir, hər şey qaydasındadır. Bura sauna, arxada parnoyudur, burada duşaqlı kabinədir ayrıca. Hamısı filtrləndir. Bura isə parnoydur. Necə lazımdır, düzüb quraşlanıb, şəxsi ev üçün, şəxsi yaşayış üçün. Bu evimizin həyət hissəsidir, deyək belə. Buradan evin dörd bir tərəfinə, arxasına, yanına, hər yerinə fırlanmağa yeri var. Çox genişli, arxada da var, oradan pəncərədən, otaqdan göstərəcəm. Bura iri padvalımızdır. Bura yenə basenidir, bax, yenə də oradandır, balkondan da giriş-çıxış göstərəcəm, onu da sizə göstərəcəm. Bu evimizin çöl görünüşüdür. Üstü damı kilipçədir, bahalsından da. Burada yenə də buradan evimizin hər tərəfinə çox rahatçılıqla dövrə vurmaq olur. Da getmirəm, oradan pəncərədən göstərəcəm. Çox gözəl bir evdir doğrudan da. Şimdi evin içərisi çöldən də gözəldir, belə deyək. Bura bizim giriş qapımızdır. Bura bizim giriş qapımızdır. Buradan bax belə balkon hissə var. Deməli, baseniyə giriş buradandır. Bu qapını açıb. Bax, buradan da girişimiz. Filtrli zadı, hər bir şey yerindədir. Yəni, normal basenidir. Burada manqalımızdır. Burada da mətbəxdən çıxış var. Buradan da göstərəcəm. Evin içindən də bunu sizə göstərəcəm. Bu bizim evimizin mətbəxidir. Balkona burada çıxışı var. Hər şey necə lazımdır, hesablanıb, ölçülüb, biçilib, tikilib, belə deyək. Bu girişdə internet, Wi-Fi, işıq sistemimizdir, şitlərdə yığılıb belə. Bunu bağlamaq da olar. Bu evimizin koridorudur. Döşəmə isti poldur. Yəni, koridoru sizə çəkim göstərim, genişliyini. Evdə, obşi koridorda da ümumi sanitar qovşağı var. Yataq otaqlarının birində də sanitar qovşağı var, onu da göstərəcəm. Bu bizim təxminən 20 kvadrat mətbəximizdir.
Bu bizim mətbəximiz. Hələ 20-dən çox olar ki, az olmaz. Buradan bayaq göstərdiyim kimi balkona çıxışı var. Yəni, özün üçün otur evin içində normal istirahətinə elə belə bir evdir. Hər bir şəraiti olan. Mətbəxlə üzbəüz təxminən 30-35 kvadrat. Daha doğrusu 35-40 kvadratlıq belə bir zalımız yerləşir. Hər şey bahalıdır. Laminat, aboy, yəni bütün sistem keyfiyyətli, zövqlü işlənilib. Bura TV stenddir. Yığılıb. Gir yaşa bir evdir. Doğrudan da çox gözəl bir evdir. 40 kvadrata yaxın zalımızdır. Ora mətbəx idi, bura sanitər qovşağıdır. Belə sağdan sola doğru gedəcəm. Bu bir yataq otağımızdır. Təxminən 17-18 kvadrat. Beşin 4,5-ın 4,5 təxminən belə deyək. Pəncərələrin qabağı hamısı da açıqdır. Burada digər yataq otağımız, hörmətli sevgilər. Yine bayaq oradan göstərmədim sizə. Baxın burada dağın arxasında nə qədər məsafə var. O tərəfdən də gəlmək olur. O yüzden də. Bu digər otağımız. Bu da yataq otağı hesab olunur. Burada da yine arxa tərəfi görünür. Bu da yine televizordur, kondisioner yeri, hamısı işlənir. Bu otağın, yataq otağının sanuzelidir. Bu da yine koridor sistemimiz burada. Evin içi üçün ayrıca ümumi sanuzel. Doğrudan da evə söz yoxdur. Qiyməti 285.000 manatdır. Real alıcı ilə razılaşmaq olacaq. Gördüyünüz kimi çox gözəl bir evdir. 5 sotun içində sənədi kupça. Hər bir şəraiti var. Müasir. Hər bir şəraiti var. Telefon nömrəmiz 055 843 61 43. Buyurub əlaqə saxlaya bilərsiniz. Həm zəng gətirəm də WhatsApp var. Sağ olun.